Bakının mərkəzində hər gün minlərlə insanın yanından ötüb keçdiyi bir bina yerləşir. Amma yəqin ki, çox az insan onun damına diqqət edib. Orada 4 mələk heykəli şəhərin səmasına doğru ucalır. 1893-cü ildə milyonçu Sergey Tumayevin sifarişi ilə inşa edilən bu tarixi tikili bugün mələkli ev kimi tanınır. Damdakı mələklərdən ikisi meydana, ikisi isə arxa tərəfə, Xaqani bağına baxır. Bu heykəllərlə bağlı iki fərqli ehtimal var. Bir versiyaya görə, onlar Tumayevlərin əkiz övladlarının dünyaya gəlməsi münasibəti ilə qoyulub. Digər versiyaya əsasən isə mələklər dənizdə faciəvi şəkildə həlak olmuş Qriqori Tumayev və xanımının xatirəsinə həsr edilib. 2000-ci ildə baş verən zəlzələ zamanı heykəllərdən birinin başı və çiyini zədələnsə də, sonradan bərpa olunaraq yenidən yerinə qaytarılıb. Bu 3 mərtəbəli binada 1938-1981-ci illərdə Azərbaycanın xalq şairləri Rəsul Rza və Nigar Rəfibəyli yaşayıb. Elə bu səbəbdən də binanın yerləşdiyi və kəsişən küçələrdən birinə Rəsul Rzanın, digərinə isə Nigar Rəfibəylinin adı verilib.